Azərbaycanda şagirdlər və tələbələr arasında geniş istifadə olunan qələmlər maraq doğurub. İddialara görə bu qələmlər imtahan zamanı sualları asanlıqla cavablandırmağa imkan verir. Bundan istifadə eləmişəm, əsasən ədəbiyyat dərsində istifadə eləmişdim və bilirəm, müsbət mənada təsiri olmuşdu, imtahandan keçmişdim. Belə də bu düz bir şey olmasa da, gənclər arasında yavaş-yavaş populyarlaşır və istifadə olunur. Nə vaxt ki, dərs öyrənməmişəm və getmişəm, bəli, istifadə eləmişəm, amma çox vaxt bunların qarşı olmuşam. Çünki müəllimələr də çox vaxt xoşlamırlar yəni bu şeyləri. Müəllimlər çox vaxt şübhələnirlər, amma belə deyim də, bəzən də şübhələnmirlər, çox gizlin eləyə bilirik. Ekspertlər isə deyir ki, bu cür vasitələr aldatmaqdan başqa bir şey deyil. Uşaqlar gələcəkdə ciddi səhvlərlə üzləşə, hətta imtahandan xaric oluna da bilərlər. Qələmlərin üzərində xüsusi çəkici vasitəsilə oradan müvafiq qeydləri aparan kağızlar olur. Həmin kağızlarda şagirdlər bilmədikləri tarixi hadisələri və yaxud da hansısa fənlərlə bağlı fizika, riyaziyyat və digərləri, hansı lazım olan düsturları və digər mövzulara əhatə edən kiçik məlumatları ora qeyd edirlər və imtahanın gedişatında həmin qələmlərdən müvafiq olaraq çəkici vasitəsilə çəkib özlərinə lazım olan informasiyanı məhz onlara verilən sualda cavablandırmağa çalışırlar. Təbii ki, bu köçürmə faktıdır. Bir növ biz buna ənənəvi dillə desək, şpaqqa köçürmə aləti kimi yanaşmışıq. Məhz bu kimi qələmlərdən, ağıllı qələmlər və digər qələmlərdən istifadə qanunvericiliyin tələbinin pozulması deməkdir. Belə olan halda vətəndaş imtahandan xaric oluna bilər. Valideynlər, müəllimlər bu cür qələmlərin tədris və imtahan prosesində istifadə olunmasını qadağan etməlidir. Təbii ki, bunlar o halda şagirdlər və yaxud da tələbələr istifadə edirlər ki, onlar mövcud təqdim olunan tədris prosesində fənlər üzrə mövzuları dərindən mənimsəmirlər və nəticə etibarilə onlar alternativ üsul kimi məhz köçürmə faktına yol verirlər. Bu isə qanunvericiliyin tələbinin pozulmasıdır. Birbaşa həm özünü, həm də cəmiyyəti aldatmağa hesablanan bir addımdır və təbii ki, bunlar yol verilməzdir. Düşünürəm ki, həm şagirdlər, həm də ali təhsil müəssisələri, orta təhsil müəssisələrində təhsil alan tələbələr bu kimi hallardan uzaq durmalıdırlar. Onlar maksimum çalışmalıdırlar ki, verilən mövzuları özləri üçün öyrənsinlər. Qeyd edək ki, Çin, Hindistan kimi ölkələrdə texnologiya ilə dəstəklənmiş tədris ləvazimatları daha çox istehsal olunur. Təəssüf ki, ölkəmizdə də həmin məhsullardan istifadə artmaqdadır. Jalə Qəhrəman qızı, Nurlan Sultanzadə.